4 günlük müharibə 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə ateşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşdə Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Qoranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaqlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Canım qurban Azərbaycan.